Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizdən biri də İsmayılov İlham Xan kişioğludur. İsmayılov İlham Xan kişioğlu 1974-cü il sentyabr ayının 22-si Biləsuvar rayonu Ovçubərə kəndində təsərrüfatçı ailəsində göz açıb. Ailədə 8 qardaş, 2 bacı olublar. İlham evin son beşiyi idi. Ailədə son beşik olduğu üçün valideynləri ilham görərdi. İlham hərbi xidmət dövrü 1-ci Qarabağ müharibəsinin başlama vaxtına təsadüf etdi. İlham İsmayılov Füzuli rayonunun Horadiz qəsəbəsində düşməndən qorunmaq üçün mənfur düşmənlə öz döyüş yoldaşları ilə vuruşublar və Horadiz qəsəbəsində düşməndən qoruyanlar həmin döyüşlərdə qəhrəmancasına şəhid olur. İlham İsmayılov ailəsi ovçuluqla məşğul olduqları üçün sərrast satıcı olub. 1994-cü ilin yanvar ayının 27-sində şəhidlik zirvəsinə ucaldı. Yanvarın 29-da isə öz doğulduğu boya başa çatdığı kəndə torpağa tapşırılıb. Prezidentimizin göstərişi ilə İsmayılov İlham Xan kişioğlu ölümündən sonra şəhidlik vətən uğrunda şəhidlik statusu verilib və şəhidin adını əbədiləşdirilməsi üçün Biləsuvar rayonu Ovçubərə kənd məktəbi şəhid İsmayılov İlham Xan kişioğlu adını daşıyır və Ovçubərə kənd küçələrinin birinə şəhid adı verilib.